Salam dostlar, 2 gün bundan qabaq verdiyim sualın izahını verirəm. Burada deməli A və B-nin qiymətləri var idi. Sonra NA üstəgəl KB bərabər idi 13-ə. Deməli N və K natural ədədlər olarsa N üstəgəl K-nı soruşurdu. Bu sualda nə edirik? A-nın və B-nin qiymətlərini yerinə yazırıq və nəhayətdə deməli bu sonuncu ifadəni almış oluruq. Bax, belə bir ifadə almış oluruq. Buradan nə görsənir? Buradan görsənir ki, 3n üstəgəl k 11-ə, 4n üstəgəl k 9-a, 2n üstəgəl k 17-yə tam bölünməlidir. Deməli, tam bölünməlidir. Nəticədə bundan sonra seçmə üsulu ilə, yəni yerinə ədədlər qoyaraq tapırıq. Mən 2n üstəgəl k üzərindən araşdırdım. Bunun 17-yə tam bölünməsindən belə deyək istifadə elədim. Və nəhayətdə n-in 5, k-nın 7 olduqda deməli şərtin 3-ünün də, yəni həm 3n üstəgəl k-nın 11-ə, 4n üstəgəl k-nın 9-a və eyni zamanda 2n üstəgəl k-nın 17-yə tam bölünməsini yoxladım və deməli bu n-in 5, k-nın 7 qiymətində doğrudur. Belə çıxır ki, n üstəgəl k 12-dir. Sağ olun, diqqətinizə görə təşəkkür.